Hüseyn dünyaya gəlib sevinmək lazımdır. Allah Hüseyni bəşəriyyətə verir. Təsəvvür eləyin, bir dənə sizə söz deyim də bir dəqiqə. Məsələn, təsəvvür eləyin ki, İmam Hüseyn gəlməmişdi dünyaya. İndi biz yaşayırıq, Hüseyn yoxdur. Allah onu tanımamışdı onu məsələn. Görün həyatımızda nə qədər boşluq olardı. Görün, təsəvvür eləyin. Yəni Hüseynin olmamağını təsəvvür eləyib şadlanasan ki, nə yaxşı sən dünyaya gəldin. Sən birdən Allah səni bu dünyaya göndərməzdi. Biz sən adınla tanış olmazdı. Sənin məzarınla ziyarətinə gedə bilməzdi. Sən anlayışı bizim üçün olmasaydı, nə qədər həyatımızda boşluq olardı. Nə böyük minnət qoymusunuz bizə ki, dünyaya gəlmişsiniz. Və buna görə sevinməyə dəyərli ki, bugün Hüseynin doğulduğu gün. Adam səhərdən durar, axşamından, gecəsindən halı yaxşı ola, şad ola. Cehana sarvaram Hüseyin'e o karlı kimi Şahlığa